Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Son dəqiqə xəbərlərini diqqətinizə çatdırıram. Bugün paytaxtın mərkəzində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb. Hadisə zamanı B7 markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub. Qəzaya uğrayan avtomobil Ford markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib. Dəyərli izləyicilər, son məlumatlara görə həmin qəza zamanı 2 nəfər bugün Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub, saat 4-də işləmiş. Bu barədə də təbib məlumat verib. Biri döş qəfəsindən yaralanıb, digəri isə diz nahiyəsindən. Allah şəfa versin onlara və həmin hadisənin görüntüləri də bax bu aşağıda izlədiniz yəqin.